Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Əşrəf Əli Təhanəvi rahimehullah Əxlaqı gözəlləşdirməyin yolları kitabında bizə Allahın sevgisini necə qazanmalıyıq bunu öyrədir və 9 başlıq altında bunu sıralayır. O belə deyir: Allah sevgisini qazanmağın yolları. 1. İlk öncə Allah sevgisi qazanmağa əzm etməyin lazımdır. Daha sonra keçmiş günahlardan tövbə edib, gələcəkdə günahdan uzaq durmağa səy göstərməyin lazımdır. Allah sevgisini qazanma yoluna girən şəxs ilk günlərdə çətinlik çəkə bilər, günahdan uzaq durmaq özünə çox ağır gələ bilər. Ancaq zamanla bu çətinlik keçər və şəxs Allahın yardımını müşahidə edər. Əzm etməyin və günahlardan uzaq durmağın Allah sevgisini əldə etmək üçün böyük bir təsiri vardır. 2. Allahın sevgili bir quluna gedərək mənəvi xəstəliklərini müalicə etməyə çalış. Gedəcəyin şəxs bir təsəvvüf şeyxidirsə və intisabı qəbul edirsə, ona intisab et. 3. Az da olsa günlük zikir çək. Allahın sevgisini qazanmaq niyyəti ilə 15 dəqiqə olsa da zikirlə məşğul olmalısan. 4. Bir vaxt təyin edib heç kimin olmadığı bir yerdə otur və Allahın sənə verdiyi nemətlər və sənin buna qarşı necə davrandığın üzərinə düşün, yəni təfəkkür et. Allahın verdiyi nemətləri düşünsən, qəlbində dərhal ona qarşı sevgi yaranar. 5. Allah sevgisi sənə də nəsib olsun deyə dua etməlisən. 6. Zikir, namaz, Quran tilavəti kimi yaxşı əməlləri hər zaman adət olduğu üzərə etməyib, bəzən də Allahı sevdiyim üçün filanca ibadəti edirəm de. Bu üsulun çox təsirli olduğunu görəcəksən. Ancaq bu niyyətlə bir əməl etdiyin zaman qəlbində hiss etdiyin sevgini qorumaq üçün hər zaman diqqətli olmalısan. 7. Allah xaricində başqa şeylərin sevgisini qəlbindən çıxar. Çünki bir qəlbdə həm Allah sevgisi, həm də başqa şeylərin sevgisi yer almaz. Dünya sevgisini yox edə bilsən, Allah sevgisini asanca qazana bilərsən. 8. Allahın kəmal vəsflərini düşünmək də ona qarşı sevgi bəsləməyə kömək olar. 9. Allah Rəsulü sallallahu aleyhi və səlləmin sünnətlərinə tabi olmağa xüsusi diqqət göstər. Bununla Allah sevgisinə çata bilərsən. Belə ki, Allah Teala Quran-ı Kərimdə belə buyurmuşdur: De ki, siz həqiqətən Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox əsirgəyən və bağışlayandır. Ali İmran surəsi 31-ci ayə. Daha sonra son olaraq imam belə bir dua edir: Allahım, sən hamımıza sevgini nəsib eylə, yəni Allah Azze və Cəllənin sevgisini. Biz də imamın bu duasına qatılaraq amin deyirik və Allah Azze və Cəllədən onun sevgisini bizim qəlbimizə nəsib etməsini diləyirik. Velhamdülillahi Rabbil alemin.